Salam əziz valideynlər və şagirdlər, mən sizlərə 2-ci sinif riyaziyyat dərsliyindən tapşırıqların izahını verəcəm. Təkrar çıxma. Öyrənmə materialına diqqət edək. Əşyaları hər birində verilən sayda olmaqla neçə qrupa ayırmaq olar? Tutaq ki, Samir hər gün 2 alma yeyir, o 6 almanı neçə günə yeyər? Baxırıq şəkildə bizə 6 alma verib, gündə 2 alma yeyir. Burada nə veribdir? Deyir, bunu tapmaq üçün geriyə ritmik saymadan və təkrar çıxmadan istifadə oluna bilər. Geriyə sayanda necə sayırıq? 6-dır, 4, 2, 0. 6-dan geriyə sayırıq və ya 6-dan geriyə 2 çıxırıq. 6-dan 2 çıxırıq, 4, 2 çıxırıq. İkisi, 2-dən də 2 çıxanda qalır 0. Yəni neçə günə yemiş olar? Gündə 2 alma yesə, 6 almanı 3 günə yemiş olar. 6 ədədindən 2 ədədini fərq sıfıra bərabər olana qədər çıxmaq lazımdır. Baxın əziz şagirdlər, 6-dan 2 çıxıb 4, 4-dən 2 çıxanda 2, 2-dən 2 çıxanda 0. Fərq 0 olana qədər 6-dan 2 geriyə çıxırıq. Yəni bu o deməkdir ki, 6-nı 2-yə böləndə düşür 3-ü. Deməli, hər gün Samir 2 alma yeyərsə, 6 almanı 3 günə yemiş olar. Və burada qeyd edilib ki, 6 ümumi almaların sayıdır. 2 hər qrupda əşyaların sayıdır. 3 isə qrupların sayıdır. Demək ki, biz geriyə saydığımızı hər qrupda əşya sayı kimi götürürük. Sonda aldığımız nəticəni isə, baxın, 2-yə böldük. Bu olacaq hər qrupda əşya sayı. Sonda aldığımız nəticə olacaq qrupların sayı. Gəlin, tapşırıqlar üzərində daha aydın izah edək. Təkrar çıxmaqla cavabı tapın, bölmə əməlinə aid misal yazın. Baxaq misallarımıza. Baxın, 15-dən 5 çıxıb 10-u, 10-dan 5-in çıxıb 5-i, 5-dən də 5 çıxanda qalır 0. Burada nə edibdir? 15-dən 3 dənə 5-i təkrar çıxıb. Demək ki, burada 15 əşyaların ümumi sayıdır. 5 hər qrupdakı əşya sayıdır. Aldığımız 3 isə qrupların sayıdır. İndi gəlin növbəti tapşırığa baxaq. Baxırıq növbəti tapşırığa. Lalənin dovşanı hər gün 4 kök yeyir. Dovşan 8 kökü neçə günə yeyər? Nə edirik? Necə yazırıq? 8 kökümüz var. Və gündə 4 kök yeyir. 8-dən 4 çıxırıq. 4-ü. 4-dən də 4-ə çıxırıq 0. Yəni, belə də yaza bilərik ki, 0 alana qədər geriyə çıxarıq. Dəqiqə. Aha. Belə də yaza bilərik ki, 8 çıxaq 4, çıxaq 4. 8-dən 4 çıxsaq 4-ü, 4-dən 4 çıxsaq 0. 8 ümumi əşyaların sayıdır. 4 hər qrupda olan əşya sayını düşünə bilərsiniz. 2 isə olacaq qrupların sayı. Bizdən soruşur ki, dovşan 8 kökü neçə günə yeyər? 8 kökü 2 günə yemiş olar. Baxın,
2 dənə təkrar 4 çıxdıq. Ona görə də 2 gün bizim cavabımız olur. Samirin böyük qardaşı hər gün 2 manat xərcləyir. O 10 manat pulu neçə günə xərcləyər? 10 bizim ümumi sayımızdır. Ondan 0 alana qədər təkrar 2 çıxırıq. Ondan 2 çıxsaq 8-i, 8-dən 2 çıxsaq 6, 6-dan 2 çıxsaq 4, 4-dən 2 çıxsaq 2, 2-dən 2 çıxsaq 0 almış oluruq. Diqqət edin, baxın, neçə dənə 2-ni təkrar çıxdıq? 5 dənə 2-ni təkrar çıxdıq. Yəni 10-u 2-yə bölsək 5-i düşər. 10 ümumi əşya sayı kimi düşünürük. 2 hər qrupdakı əşya sayı düşünürük. 5-i isə qrup sayı kimi düşünə bilərsiniz. Növbəti 12-ci tapşırığa baxaq. 12 kubu hər birində 4 kub, 3 kub olmaqla neçə qrupa ayırmaq olar? Bölmə əməlinin cavabını təkrar çıxma ilə yazın. Baxaq. 12-ni 4-ə bölsək, gəlin təkrar çıxmadan yazaq. 12-dən 4 çıxsaq 8, 8-dən 4 çıxsaq 4, 4-dən 4 çıxsaq qalır 0. 12-dən neçə dənə 4 çıxdıq? 3 dəfə. Bu deməkdir ki, 12-ni 4-ə böləndə 3-ü düşür. 12-ni 3-ə bölüb. 12-dən təkrar 3 çıxaq. 12-dən 3 çıxsaq 9, 9-dan 3 çıxsaq 6, 6-dan 3 çıxsaq 3, 3-dən 3 çıxsaq qalır 0. 0 olana qədər çıxırıq. Neçə dəfə çıxdıq? 1, 2, 3, 4. Bu deməkdir ki, 12-ni 3-ə böləndə 4-ü düşür. Təsvirə uyğun bölmə əməlinə aid misal yaz. Baxaq. 24 yazıb, 24-dən 1, 2, 3. Neçə dənə 8 çıxıb? 3 dənə 8 çıxıbdı. Burada 24-ü ümumi əşya sayı kimi düşünürük. 8-i hər qrupda əşya sayı kimi düşünürük. 24-dən 3 dənə 8-i geriyə çıxdıq. Doğrudurmu? Neçəsi düşdü? Yəni 3 dəfə çıxdıq, 3-ü düşür. 24-ü 8-ə böləndə düşür 3-ü. Bax, burada çıxdıqlarımız bizim bölənimiz olur. Bunları qeyd edin. Burada isə 24-dən 1, 2, 3, 4, 5, 6, 7, 8. Geriyə 8 dəfə 3-ü çıxmaqla 0 almış oluruq. 24-dən bir dəfə 3 çıxsaq 21, 21-dən 3 18, 18-dən 3 çıxanda 15, 15-dən 3 çıxsaq 12, 12-dən 3 çıxsaq 9, 9-dan 3 çıxsaq 6, 6-dan 3 çıxanda 3, 3-dən də 3 çıxanda 0 qalmış olacaq. Bu deməkdir ki, 24-ü bölürük 3-ə edir 8. Bölmə əməlinə aid misal yazmış olduq. Sonra burada 24-dən 6 çıxıb. Bir dəfə 6 çıxıb 18, sonra 6 çıxanda 12, 12-dən 6 çıxsaq 6, 6-dan 6 çıxsaq 0. Bu da eləcə 24 bölək 6 bərabərdir. Neçə dəfə 6 çıxmış olduq? 4 dəfə. 26-nı 6-ya bölsək 4-ü düşəcək. Təkrar çıxma ilə qisməti tapın. Tapaq. Bunu təkrar çıxma ilə yaza bilərik. 6 çıxaq 3, çıxaq 3. Qalır 0. 4 çıxaq 2, çıxaq 2 yaza bilərik yerinə. Edəcək. Təkrar çıxanda 0. Baxın, burada 6-nı böldük 3-ə. Neçə dəfə çıxdıq? 2 dəfə. Demək, ikisi düşür. 4-ü 2-yə böləndə neçə dəfə təkrar 2 çıxdıq? 2 dəfə düşür ikisi. Ondan 5 çıxsaq, ondan 5-in çıxsaq 5-i, 5-dən də 5 çıxanda qalır 0. Təkrar neçə dəfə çıxdıq? 2 dəfə. Onu bölsək 5-ə düşəcək ikisi. Ondan burada 2 çıxırıq. 8, 2 çıxsaq 6, 2 çıxsaq 4, 2 çıxsaq 2, 2-dən də 2 çıxanda 0. Bölmə əməli ilə, yəni onu 2-yə bölsək düşür 5-i. 20 bölək 4-ü təkrar çıxma kimi 0 alana qədər çıxırıq. 20-dən 4 çıxsaq 16, 16-dan 4 çıxsaq 12, 12-dən 4 çıxsaq 8, 8-dən 4 çıxsaq 4, 4-dən 4 çıxsaq qalır 0. Baxın, neçə dəfə təkrar çıxmış olduq? 1, 2, 3, 4, 5 dəfə. Yəni, bu demək ki, 20-ni 4-ə bölsək 5-i düşər. 18-i bölürük 6-ya. 6 çıxsaq 12, 12-dən 6 çıxsaq 6-sı, 6-dan da 6 çıxsaq qalır 0. 18-i bölürük 6-ya, düşür 3-ü. Niyə görə 3-ü? Çünki təkrar 3 dəfə çıxdıq ona görə.
14'ü 7'yə böləndə 14'dən 7 çıxırıq. 7'si 7'dən də 7 çıxanda 0. 14'ü bölsək 7'yə düşür 2'si. Təkrar çıxmalar bizim bölənimiz olur. Bunu yadınızda saxlayın. 24 çıxaq 4. 24'ü 4'ə bölüb. Aha. 24 çıxaq 4. Çıxaq 4. Çıxaq 4. Qaldı 12. 12'dən 4 çıxsaq 8. 8'dən 4 çıxsaq 4. 4'dən də 4 çıxsaq 0. Baxın əziz şagirdlər, neçə dəfə təkrar çıxdıq? 1, 2, 3, 4, 5, 6 dəfə. Bu demək ki, 24'ü 4'ə böləndə 6'sı düşür. 25 bölək 5. Buradan qeyd edirəm. 25'dən 5 çıxsaq 20, 20'dən 5 çıxsaq 15, 15'dən 5 çıxsaq 10, 10'dan 5 çıxsaq 5'i, 5'dən də 5 çıxanda qalır 0. Neçə dəfə təkrar çıxdıq? 1, 2, 3, 4, 5. Bu deməkdir ki, 24'ü 5'ə böləndə 5'i düşür. 30'u 10'a bölsək, 30'dan təkrar 10 çıxırıq, 0 alana qədər çıxırıq 20, 20'dən 10 çıxsaq 10, 10'dan 10 çıxanda qalır 0. Neçə dəfə təkrar çıxdıq? 3 dəfə. Yəni 30'u 10'a böləndə düşür 3'ü. Burada edəcək 3. Aha. 9'dan 3 çıxsaq 6, 6'dan 3 çıxsaq 3, 3'dən də 3 çıxanda 0. 9 bölək 3 düşəcək 3'ü. 30'dan çıxırıq 5'i, 25, 5 çıxsaq 20, 5 çıxsaq 15, 5'in çıxsaq 10, 10'dan 5'in çıxsaq 5'i, 5'dən də 5 çıxanda qalır 0. 30'u bölsək 5'ə neçə dəfə təkrar edir? 1, 2, 3, 4, 5, 6 dəfə. Düşəcək 6'sı. 30'u 5'ə böləndə 6'sı qalır. Suallara cavab verin və uyğun misallar yazın. 15 topu 3-3 olmaqla neçə səbətə yığmaq olar? Yəni 15 topu 3-3 necə qruplaşdıra bilərik? 15'i bölürük 3'ə. Edəcək 5. Yox, bizdən desəydi bunu təkrar çıxmadan yazın. 15'dən 3 çıxardıq 12, 12'dən 3 çıxardıq 9, 9'dan 3 çıxardıq 6, 6'dan 3 çıxardıq 3, 3'dən də 3 çıxardıq, qalardı 0. Baxın, təkrar neçə dəfə 3 çıxdıq? 1, 2, 3, 4, 5. Bizim bu çıxdığımız 3'lər olur bölənimiz. Təkrar neçə dəfə çıxmışıqsa o da qismət olur. 18 yumurtanı alt-alt olmaqla neçə qutuya yığmaq olar? 18'dən 6 çıxsaq 12, 12'dən 6 çıxsaq 6, 6'dan 6 çıxsaq 0. 18'i bölsək 6'ya edəcək 3. Çünki 3 dəfə təkrar çıxmış olduq. 5-ci məsələyə baxaq. Yelləncək növbəsində 16 uşaq dayanmışdı. Hər kabinəyə 4 uşaq mindi. Uşaqlar neçə kabinəyə mindi? 16'nı bölürük 4'ə edəcək 4'ü. Yox, təkrar çıxmadan cavab yazmaq istəsəydik 0 olana qədər təkrar çıxırıq. 16'dan 4 dənə 4'ü geriyə çıxmış oluruq. 6-cı məsələyə baxaq. Bir iş yarışında 20 şagird iştirak edir. Onlar hər birində 5 nəfər olmaqla komandalara bölündülər. Neçə komanda alındı? 5 nəfər olmaqla ümumilikdə 20'dir. 20 şagird var və hər komandada 5 nəfər var. 5 də hər qrupda olan insanların sayıdır. 20'dən 5'i çıxsaq 15, 15'dən 5 çıxsaq 10, 10'dan 5 çıxsaq 5, 5'dən də 5 çıxanda 0. 20 bölək 5 bizim bölənimizdir. Neçə dəfə təkrar çıxdıq? 4 dəfə. 4 də olur qismətimiz. Boşqabda 10 almalı var. Anası Laləyə hər keksin üzərinə 2 albalı qoymağı tapşırdı. Albalı neçə keksə çatdı? Qalan kekslər üçün daha neçə albalı lazımdır? Boşqabda 10 albalı var. Anası Laləyə hər keksin üzərinə 2 albalı qoymağı tapşırdı. Ondan 0 alana qədər təkrar 2'ləri çıxırıq. Ondan 2 çıxsaq 8, 8'dən 2 çıxsaq 6, 6'dan 2 çıxsaq 4, 4'dən 2 çıxsaq 2, 2'dən 2 çıxanda qalır 0. Bölmə əməli ilə 10 bölək 2 bərabərdir 5 yaza bilərik. Albalı neçə keksə çatdı? 10 albalı 5 keksə çatdı. Qalan kekslər üçün daha neçə albalı lazımdır? Lalənin neçə dənə keksi var idi? 1, 2, 3, 4, 5, 6,
7 dənə keksi var idi, düzdürmü? 7-dən 5-inə keks qoydu. Yerdə neçə dənə keks qaldı? 2 dənə. Qalan keks üçün daha neçə albalı lazımdır? 2 dənə keksə neçə dənə albalı lazım olacaq? Hər keksin üzərinə 2 albalı qoyulursa, bu da edəcək. Bir dənə keksin üzərinə 2 dənə albalı, 2 dənə keksin üzərinə 2-ni vurub 2-yə 4 ala bilərsiniz. 4 albalı lazımdır. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik.